Qarabağ. Soyuq hava və aclıq Teymuri əsgərlərini bezdirib. Hər gün bir nəfər üsyan xarakterli çıxışlar edir. Sultan da qəzəbindən narazı olanları edam etdirir. Arazın o tayında Sultan Həsənin ordusu və qızılbaşlar Əbu Səidin ordusuna hər gün itkilər verdirir. Bu tayda isə xəstəlik, aclıq, soyuq hava. Sultan yorğun, bezmiş, hissli halda çadırında oturub. Yanında sərkərdəsi Əmir Toğan var. Ya Sultan Əzəm, bir çıxış yolu var. Hanı o çıxış yolu? Salamat qalan qoşunu yığaq, Xudafərin körpüsündən keçək. Yox, əmir. Mən bir bəyin qabağından qaçmağı qeyrətimə sığışdıra bilmirəm. Anamı bura çağırın. Əmir Toğan sultana baş əyib çıxır. Bir qədər sonra sultanın yaşlı anası çadıra gəlir. Ana, kömək elə. Anası Sultan Əbu Səidin başını sığallayır. Nə olub oğlum? Vəziyyətimizdən xəbərim var. Heç bir çıxış yolu yoxdur artıq. Sultan Həsənin gücü mənim gücümdən xeyli çoxdur. İstəsə günü bugün hamını qılıncdan keçirər. Bir heyfi yadından çıxarda bilmir. Mən onun anasını yox cavabı ilə yola salmışdım. Bilir ki, mənim də anam yanımdadır. Sən hazırlaş, saray xatunun yanına get. De ki, mən kişilərlə yox, saray xatunla görüşməyə gəlmişəm. İkiniz də anasınız. Danışın, o səni başa düşər. Ağıllı qadındır. Oğul, Teymur nəslindən bir xatun düşmən qapısına gedib iltimas eləməyib. İndi ayrı zamandı ana. Onlar göndərmişdi, mən də göndərirəm. Əvəzə əvəz. Sultan Həsən də daha bəy deyil. O sultanlıq qazandı. Sultan Həsən Bayanduri. İstəyirsən məktub da yazım. Oğul, bir ölümdən ötəri səltənətimizin şərəfini ayaq altına atmaq bizə yaraşmaz. Məktub yazmaq. Mən saray xatundan özgə heç kimlə görüşən deyiləm. Bu sözləri də öz bildiyim kimi. Yenə sənin xətrinə. Sultan Əbu Səid anasını qucaqlayır. Ərdəbil yaxınlığı Sultan Həsənin ordugahı. Elçiləri Alaçığa gətirirlər. Sultan Əbu Səidin anası və Əmir Toğan Sultan Həsənin huzuruna gəlir. Əmir Toğan sultana təzim edir. Sultan Həsən Bayanduriyə, Sultan Əbu Səiddən salamlar var. Anası möhtərəm ananız saray xatunla görüşməyə gəlib. Ananı çadırına apır. Saray xatun onu böyük ləyaqətlə qarşılayır. İkisi yanaşı otururlar, söhbət qızışır. Yaxşı bilirsən ki, mən Teymur nəslindənəm. Məni öz ayağınıza gətirməyiniz o nəslə hörmətsizlikdən başqa bir şey deyil. Əvvəla çağırmamışıq. Özün gəlmisənsə, xoş gəlmisən. Gözümüz üstündə yerin var. Bir də ki, ay bacı, fələyin nəyətvanı yaman şeydir. Qaldırdığı kimi indirməyi də var. Heç kimdə borc, heç kimdə qisas qoymur. Mən keçən dəfə gələndə Teymur qapısına ehtiyacdan gəlməmişdim. Biz onda ölümə də hazır idik. Birdən-birə hər şey dönür. Oğlun otu qurumuş Qarabağda bir qışlığa bizə qıymırdı. O vəzirin fitvasıdır. O da öz cəzasına çatıb. İndi Qaraqoyunluların bütün mülklərini taxt tacı ilə bərabər oğluma verir oğlum. İndi nə istəyir? Yox, elə deyil. Teymurləng sağ deyil ki, onun ağzı ilə danışalar. O səltənəti oğlum alıb. Sultan Əbu Səid vermir. İmkan olsa verməzdi də.
Hər ikimiz anayıq. Sənə öz oğlun, mənə də öz oğlum əzizdir. Heç vaxt məsləhət görmərəm ki, oğluma səltənət bağışlamağınızı deyəsiniz. Səltənəti oğlum qılıncla qazanıb. Bu torpaqlara da Xorasandan gəlib. Sahib çıxmaqdansa Təbrizdə oturan tərəfdən idarə olunmağı daha düzgün yol sayır. Buna mənim oğlumun haqqı sənin oğlunun haqqından çoxdur. Teymur sağ olanda belə danışmırdınız. Şahruxun vaxtında da səsiniz çıxmırdı. Daha bəsdir də. Nə qədər dözmək olar? Sizin nəsil ki, Teymurun xidmətində olub. Bəli, olub. Oğlum həmin dostluğu bizdən qabaq yaddan çıxarıb. İndi nə deyirsən? Qonağı belə qarşılayarlar. Mənim oğlum səni belə qarşılamamışdı axı. Düzdür. Ancaq deyilən sözün cavabını alırlar. Sultan Əbu Səid oğluma qılınc bağışlamışdı. Qınından çıxmayan qılınc. Demək istəyirdi ki, sənin qılıncın qında pas atmalıdır. Analar razılığa gələ bilmir. Əmir Toğan Sultan Həsənin qarşısında diz çökür və boğçasından çıxardığı sultan tacını ona uzadır. Bu sultanlıq tacını Sultan-ı Əzəm Əbu Səid sizə göndərib Əla Həzrət. Sultan Həsən tacı götürmür. Elçiləri yola salandan sonra Sultan Həsən bütün əyan əşrəfi yığır. Anası sağ tərəfində, Şeyx Heydər sol tərəfində oturur. Əbu Səid bizim əlimizdən heç yana qaçıb qurtara bilməyəcək. Mən hamının fikrini bilmək istəyirəm. Böyük oğlum Mirzə Xəlil. Söz sənədir. Mirzə Xəlil ayağa qalxır. Sultana baş əyir. Düşməni basmışıq. Kəsmək də bir göz qırpımının işidir. İndi biz nə eləməliyik? Əlimizi saxlamalıyıq. Yoxsa elə bilirəm ki, Teymur övladına əl qaldırmaq günahdır. Onu hörmət izzətlə yola salmaq yaxşı olardı. Böyük oğlu sözünü deyib oturur. Sonra növbə kiçik oğlu Uğurlu Məhəmmədə çatır. Sultanım, biz Əbu Səidi əhl-i əyati ilə Xorasana göndərsək, oradan üstümüzə 100 minlik ordu gələcək. Əgər tək başına göndərsək, onda da ağlaşma səsi ilə göz yaşından özcə heç nə eşitməyəcəyik. Danışanlar çox olur. Hamısı da bu iki fikirdən birinin tərəfini saxlayır. Saray xatun oturduğu yerdən danışmağa başlayır. Ağqoyunlu dövlətinin hamısı Bayandur soyu. Cahan Şah basılanda hamınız sevinirdiniz. Sevinirdiniz ki, qədim qan düşməninizdən intiqam aldınız. Hələ heç biriniz Qaraqoyunlu səltənətinin dönüb Ağqoyunlu səltənəti olduğuna inanmırdınız. Çünki Teymur nəvəsi Əbu Səid üstünüzə gəlirdi. Onu Şeyx Heydərin ağıllı müdrik məsləhəti ilə bu günə saldınız. Ağqoyunlu sülaləsi var idi. Amma bu gün o sülalənin oğlu Sultan Həsənin qarşısında sultanlıq taxtı boşdur. Ağqoyunlular hələ belə yüksək məqama çatmamışdı. Burada oturan bəylərin hamısını böyük işlər gözləyir. Hər biriniz bir vilayətin hökümdarı olacaqsınız. İyi də Dəlbətdən başlamış Bağdada qədər, Diyarbəkirdən tutmuş Xorasana qədər olan bir ölkə sizin iddianızdadır. Onu əldə möhkəm saxlamaq igidliyinizdən, sədaqətinizdən çox asılı olacaq. Düşmən əlinizdədir. Bir hücumla ələ keçirə bilərsiniz və keçirməlisiniz. Düşməni əldən qaçırsanız, sonra çox qan tökülür.
bu qan Bayandur soyuna Azərbaycanda əbədi hakim edilir. Bütün igidlər qılınclarını çıxardır. Ulu Tanrının ədaləti yer üzündə bərqərar olana qədər bizə savaşmaqdan başqa hər şey haramdır. Bu əhdimizə xilaf çıxarsaq, göy girsin, qızıl çıxsın. Hamı Sultan Həsənin dediklərini təkrar edir. Sonda Sultan Həsən Şeyx Heydərə söz verir. Müridlərim hazırdır. Bu son savaşda Əbu Səid sənin qulluğunda qolu bağlı qul kimi dayanacaq sultanım.